yəni çox rastlaşmışıq. Müalicə seansınız nə qədərdir saat olaraq soruşurlar. Məsələn deyirik ki, 1 saatlıq seansdır. Falan yerdə bilirsiniz 4 saatdır seans. Siz 1 saat seansa və deyirik ki, 4 saat o qədər yormaq olarmı? Olmaz. 4 saat bilirsiniz nədir? 20 dəqiqə bir şey qoşurlar. 10 dəqiqə fasilə verirlər, 20 dəqiqə bir şey qoşurlar, ümumilikdə yazırlar. Nə bilim 20 dəqiqə falan şey, 20 dəqiqə behman şey, 10 dəqiqə nədə? Belə sayı gətirib, saata gətirib çıxardılar 3 saata və burada əzələ heç bir effekt vermir. Niyə? Çünki bəli, işləmir. Çünki reabilitasiyada əzələyə uyğun olaraq onun öz saatı var. Bu əzələ hansı müddət ərzində sənə cavab verəcək? Xaricdə oxuyan həkimlərimiz yəqin ki, xarici araşdırmaları edirlər ki, mən daxil biz artıq o protokolları oxuyuruq. Əzələnin işləmə müddəti maksimum 20 dəqiqədir. Gəlin müqayisə üçün baxaq. Mən bir pasiyentlə 20 dəqiqə işləyim. Digər bir pasiyenti 3 saatlıq masaj eləsinlər, toklar qoşsunlar, idman elətdirsinlər, hər şey eləsinlər 3 saat. Mənim 20 dəqiqəmlə bir günün seansını deyirəm. Mənim 20 dəqiqəmlə o 3 saat keçirəni yanaşı qoysunlar. Nəticəyə baxsınlar. Sadəcə bir günün eksperimentini eləyək. Yəni siz də deyirsiniz ki, yəni bu sizin deyil, o əzələnin özünün götürə biləcəyi yükün önəmidir. Bəli, əzələnin verdiyi cavab, əzələnin özündə nə qədər biz işləyə bilərik və o əzələ bizə nə vaxt yaxşı geri dönüş edəcək, bunun müddəti var. Əzələni yorduqdan sonra o artıq cavab verməz. Tutaq ki, bir işi həvəslə başladığımız halda bir saatını nəyini tutaq ki, həvəslə görürük və o daha gözəl alınır. Sonra həvəssiz elədiyimiz artıq yorulmuşuq axı. Həvəssiz elədiyimizi necə gəldi eləyirik. Əzələ də elədir. Yəni əzələnin işləmə prinsipi, mexanizmi var və sən ona nə qədər yükləyə bilirsənsə, o qədərini işləməlisən.